Kur'anın bir ayəsi var, Talaq surəsinin 2-ci, 3-cü ayələri. Kim də ruzu istəyirsə, bu ayələri oxuya da bilər. Məsələn, dükanında yazıb asa da bilər işlədiyi yerdə. Onun ruzunun çoxalmasına təsiri var. Namazdan sonra da oxuna bilər. Hər namazdan sonra. Və mən yettəqillah yəcəl ləhu məxrəcə və yərzuqhu min xaysu la yaxtasib və mən yetəvəkkəl aləllah fəhuvə hasbuh innəllaha balighu əmrih qad cəalallahu likulli şeyin qədra. Kim istərsə bugün deyirəm, əməl eləyə bilərsiniz. Namazı bitirdiniz, 3 dənə İxlas surəsi deyin. 3 dənə salavat, 3 dəfə də bu ayəni deyin. Sonra da təsbihat xanım Zəhranı deyə bilərsiniz. 3 dənə İxlas, Qul Huvallah surəsi. 3 salavat, 3 dəfə də bu 2 ayəni. Talaq surəsi 2-ci, 3-cü ayələr. Hər gün, hər namazdan sonra bunu eləyin. Bunun həm ahirət və xeyri var, həm dünya var. Böyük alimlərimizdən birindən soruşdular. Dedi ki, nə əldə eləmişimsə bu əməl eləməyin nəticəsində.